Yenə börək hazırlayırıq. Yenə börək hazırlayırıq. Asan olması üçün hazır börək yuxalarından istifadə edirik. Yuxalar cürbəcür olur. Üçbucaq və yaxud da ki, dairəvi variantda. Bundan öncəki reseptdə üçbucaq ölçülü börəklərdən istifadə etmək mümkündür. Amma bugünkü ispanaqlı börəyimiz üçün bizə dairəvi yuxa lazım olacaq. Öncə içliyi hazırlamaq üçün ispanağı xırdalayıb, duru yağ əlavə edib tavada pörtlədirik. Vaxtı əbəs yerə xərcləmədən börəyin sousunu hazırlayırıq. Sous üçün 2 yumurta çırpılır, yarım stəkan soyuq süd əlavə olunur və 3 xörək qaşığı duru günəbaxan yağı töküb qarışdırırıq. İspanağa geri dönürük. Tavaya bir balaca kərə yağı əlavə edib xırdalanmış soğan tökürük. İspanağı tavada qapağı bağlı şəkildə bir qədər pörtlədirik. İspanaq və soğan hazır olanda, yəni təxminən 5-10 dəqiqədən sonra içliyi kiçik ölçülü ələkdən süzürük ki, yağı və əlavə mayesi ilə ispanaq börəyi sulu etməsin. İspanağa kiçik ölçülü paket qədər yumşaq pendir doğrayırıq və qarışdırırıq. Tavanı duru yağla yağlayırıq. Birinci yuxanı tavaya səririk, amma yuxanın kənarları tavadan qırağa çıxmaq şərti ilə. Hazırladığımız sousu ispanağın yarısını əlavə edirik yuxanın üzərinə. İkinci qatı hazırlamaq üçün ikinci yuxanı börəyə yerləşdiririk, amma qırış və dağınıq formada. Bu, sousun sabit qalmasına kömək olacaq. İspanağın qalanını əlavə edirik. Bu dəfə ispanaqdan əlavə azca kərə yağını xırda dilimlərlə börəyə qatırıq. Bu börəyə daha da ləzzətli edəcək.
Sonuncu yuxa ilə börəyi bağlayırıq. Əgər börəyin ikinci qatını formalaşdıran yuxanın kənarları qalındırsa, börək hazırlayarkən yuxadan həmin hissəni kəsib ayıra bilərsiniz. Çünki börəyin arasında qalan bu cür qalın yuxa hissələri börəyi həm qalın, həm də çiğ edə bilər. Tavadan kənarda qalan yuxanın qıraqlarını börəyin ortasına toplayırıq. Sousun qalanını əlavə edirik, gedirik börəyi bişirməyə. Börək vamodda 40 dəqiqə bişməlidir. Hər üzü 20 dəqiqə. Özü də qapağı bağlı şəkildə. Çevirmək üçün kiçik ölçülü boşqabdan istifadə edirik. Əslində börəyi bir neçə dəfə çevirmək olar. Onda börək daha xırtıltılı olacaq. Ümumiyyətlə, tavada börək daha yağlı və daha xırtıltılı olur. Börəyimiz hazırdır. Çalışın börəyi həmən doğramayasınız. Sousu axıb getməsin deyə. Axşamdan hazırlasaz, sahura doyumlu və ləzzətli börəyiniz ola bilər. Nuş olsun.